Bəzən ata-ana heç günlərlə yadıva düşmür. Amma dünyasını dəyişəndən sonra 40-ına qədər indi dini camiyyədə olanlar Nohə Mərsiyə qoyur. Biraz o bir aləmdə olan Seygahdan, nə bilim də bir qəmli muğamatlardan ana məsələn muğamı qoyur, ata Seygahı qoyur. Heç sağlığında heç ata necəsən, anam necəsən heç soruşmur da ha. Amma 40 gün statusunda baxırsan ki, elə adamın göz yaşı dayanmır. Adam elə ahuzar eləyir. Gedir bir qəbrin üstündən bir şəkil çəkdirir. 20 ildir sağlığında bir dəfə heç anası ilə, atası ilə bir selfie eləyib, bir şəkil çəkdirməyib. Amma indi orada biraz qəmli nüanslar var da, müəyyən yerlər var. Yəni, gərək belə şeylərdən insan xal tutmasın. Belə şeylərlə tərəfə özü xilaskar kimi, fədakar kimi göstərməyə çalışmayasan.